hamınızı salamlayıram. Burada bizim Vasif müəllimimizin burada gözəl şairlərimiz var, şair qadınlarımız var, kişilər var ki, burada hamısı gözəl şairlərdir, gözəl insanlardır. Bizim Abşeronda yaşayırlar. Abşeronu, yəni bizim bölməmizi təmsil edirlər. Orada müharibədə iştirak eləmişdilər, yara almışdılar və onlar da gedirdilər ki, biz də getmək istəyirik müharibəyə, biz də torpaqlarımızı geri almaq istəyirdik. Şikəst insanlar belə getmək istəyirdilər, yaşlı adamlar getmək istəyirdilər və bu olduqca sevindirici bir haldır ki, bizim xalqımız olduqca vətənpərvər bir xalqdır. Öz vətənini, doğma torpağını canından artıq istəyən bir xalqdır. Və bu günlərdə biz artıq zəfərə doğru irəliləyirik. Həmin günlərimizdir ki, 27 sentyabr 8 noyabra qədər zəfərə irəliləyirdi. 40 gündə demək olar ki, bütün bizim torpaqlarımızı, əksər torpaqlarımızı aldıq 44 gün ərzində və 44 gün ərzində bizim ordumuz, gənclərimiz yalnız irəli getdi, yalnız irəli. Hər gün bir ərazimiz geri alındı, bir şəhərimiz, bir kəndimiz geri alındı və bu şəhərlərimiz, kəndlərimiz uğrunda gedən hər dəfə birini alanda və biz olduqca çox sevinirdik, amma yenə də bizim şəhidlərimiz gəlirdi. Şəhidlərimiz gəlirdi. Bir yandan kədər idi, bir yandan sevinc idi hər birimiz üçün. Burada şəhid atası var, Nizami müəllim, şəhid anası var burada xanım və bizim Vasif bəy öz gördüyünüz kimi öz gözlərini bu vətən uğrunda veribdir, qazimizdir və demək olar ki, biz onunla danışırıq, hər dəfə danışırıq. Həyat eşqi var bu insanda, bu insan öz gözlərini verdiyinə baxmayaraq, bu insan buna heç demək olar ki, heyfsiləmir və deyir ki, mən öz vətənim üçün, mən öz doğa xalqım üçün bu gözlərimi qurban vermişəm və halal olsun belə insanlara, belə ailələrin. Nizami müəllim, sizin gözəl xanım, yəni şairədir xanım, Maysə xanım, onun qarşısında baş əyirik ki, belə gözəl oğullar böyüdüblər, vətənpərvər oğullar böyüdüblər. Biz qazilərimizin qarşısında da baş əyirik, onları öz canımızdan artıq istəyirik qazilərimizi, onların qarşısında baş əyirik ki, siz bizim namusumuzu, qeyrətimizi qoruyubsunuz, torpaqlarımızı qoruyubsunuz və bizim bir neçə gün qalıb da artıq zəfərə doğru. Bu gün də, dünən də, sabah da bizim torpaqlarımız alınacaq. 5 il əvvəldən danışırıq ki, torpaqlarımız geri qaytarılır. Bu gün də bizim böyük sevinçli günlərimizdən biridir ki, zəfərə doğru irəliləyirik artıq.